Masallıda çaydan 19-cu əsrə aid kitablar tapılıb. Kitablar ötən gün axşam saatlarında rayonun Məmmədoba Tuado yolunun kənarı ilə axan Çaykəş çayından bir kisədə aşkarlanıb. Kisəni rayon sakini Rauf Cəbiyev çaydan çıxarıb. Yerli sakinlərin verdiyi məlumata görə çaydan daha bir neçə eyni tipli kisə keçib, lakin onları çıxarmaq mümkün olmayıb. Kitablara baxış zamanı onların ərəb dilində yazıldığı məlum olub. İlkin araşdırma zamanı yerli din xadimləri kitabların dini ədəbiyyat olması və ən azı 19-cu əsrdə nəşr edilməsi qənaətinə gəliblər. Kitablar geri qayıdandan sonra din xadimlərindən məsləhətləşdim. Kitablar 1934-cü ilə kimi çap olunmuş şikəstə üslubunda çap olunan kitablardır. Kitablar çətin oxunur və kitabların üz qatı heyvan dərisindəndir. Onların dediyinə görə orada yazılan yazılar Quranın təsviri, Peyğəmbərlərimizin hədisləri və imamlar haqqında məlumatlardır. Digər iki kisə ilə bağlı bizim araşdırmalarımız, axtarışlarımız davam eləyir.